Usikum ibadallah bitaqvallah. Assalamu aleykum cəmiyyən və rəhmətullah və bərəkatuhu. Özümü siz əziz, dəyərli möminləri, inanclı bacı qardaşlarımı ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Müqəddəs ayın günləri çox surətdən azalmağa doğru gedir və bu cümə artıq mübarək Ramazan ayının 3-cü cüməsidir, xidmətinizdəyəm. Allaha həmd olsun, Allah Teala bizə səhhət, sağlamlıq və tövfiqat nəsib elədi ki, həm bu günlərdə oruç tutaq və bu günlərin feyzindən də binəsib olmayaq. Allaha min şükür. Allah bugün həm cümə günüdür, həm də bu gecə ehtimal verilən Qədr gecələrindən biri də bu gecəyə təsadüf eləyir. İnşallah bu gecələrdə bir-birimizi xüsusi dualarda unutmayaq və Allahdan istəyək ki, Allah Teala İlk əvvəl ümid yerimiz odur. Allah ümidimizi kəsməsin və bizi şər məxluqlara möhtac eləməsin. Ümid, qüdrət Allahınkıdır və biz də ümidimizi yalnız və yalnız aləmlərin Rəbbi olan Allaha bağlamışıq. Ondan istəyir və ondan diləyirik. Allah Teala bu müqəddəs ay boyunca hər kəsin həm ümumi, həm də xüsusi duasını ali dərəcədə inşallah qəbul eləsin. Biz Qədr gecələrində həqiqətdə iki ağır əmanətə söykənirik. Hər il Qədr gecəsində bu iki ağır əmanətə nə cür söykəndiyimizi həm dildə, həm də əməldə onu göstəririk. Bir siqli əkbər deyirlər, bir də siqli əsğər. Yəni, böyük ağırlıq, kiçik ağırlıq. Siqli əkbər Qur'andır. Buna deyirlər siqli əkbər. O Qur'andır. Siqli əsğər Əhl-i Beytdir. Aleykümselam. Diqqət eləsəniz, biz Qədr gecələrinin əsas əməli, son əməli iki ağır əmanətə söykənməkdir. Bir, Qur'an, hər kəsin əlində bir Qur'an, başının üzərinə qoyur, bu siqli əkbərdir. Allaha and verir böyük ağırlığa. Sonra siqli əsğəri də, kiçik ağırlığı da bunun kənarında yad eləyir. Başlayırsan bir-bir məsumların adını 10 dəfə nədir? Oxumağa. Biz Quranları başımıza qoymazdan öncə 2 dənə zikir var, onu oxuyuruq. Zikir əvvəl belə başlayır ki, Allahümmə bihaqqi hazəl Quran. Əvvəl nə deyirik? Quranı başımızın üzərinə qoymazdan öncə inşallah bu gecə yenə Allah tövfiqat versin. İnşallah bu duaları bir daha oxuyaq. Deyir, Allahümmə, ey mənim Allahım, bihaqqi hazəl Quran. Səni ant verirəm hazəl Quran. Bu Qurana. Səni ant verirəm Qurana. Sonra nə deyir? Və bihaqqi mən ərsəltəhu bih. Və səni ant verirəm o Qurana və o Quranla birlikdə gələnə, birlikdə göndərilənə.
O kimdir? Quranla birlikdə göndərilən peyğəmbərdir. Deyir, səni ant verirəm Qurana və səni ant verirəm Quranla birlikdə gələnə. Sonra üçüncüdə nə deyirik? Deyirik ki, onun arxasından və bihaqqi kulli mu'minin mədəhtəhu fih. Və deyir, səni ant verirəm o müminlərə ki, o müminlərin haqqına ant verirəm ki, onlar mədəhtəhu fih. O Quranda o müminlər mədh olub, tərif olublar. Səni and verirəm Qurana, səni and verirəm Quranla birliklə gələnə, peyğəmbərə. Və səni and verirəm o kəslərə ki, o Quranda, o müminlərə ki, o Quranda onlar tərif olunubdur. Quranda kim tərif olunub? Quranda Həzrəti Əmir əl-Müminin tərif olunub, mədh olub. Vilayət ayəsində. Həzrəti Zəhra mədh olub. İnsan surəsində. Bunlar mədh olub. Burada istəyir Əhl-i Beyti desin. Həm Allaha and veririk Qurana, həm Peyğəmbərə və həm də Quranda tərif olunmuş Əhl-i Beytə. Bu o deməkdir ki, Qədr gecəsi Əhl-i Beytsiz heç nədir. Qədr gecəsi Əhl-i Beytsiz mənasızdır. Peyğəmbər deyir, 3-cü 10 günlük yetişəndə, müqəddəs Ramazan ayının 3-cü 10 günlük çatanda yatağını yığardı. Çarpayısını yığaşdırardı və axır 10 günlükdə əhya tutardı, zikr oxuyardı, namaz qılardı. Daha çox axır 10 günlükdə Allahla əlaqəsini daha çox sıxlaşdırardı. Deyir, çox savab var insan bu axır 10 günlüyü içində bu Qədr gecələri ki biz qeyd edirik, bunlar və axır 10 günlüyü imkan həddində insan əhya eləyə. Yəni gecələri oyaq qala. Onsuz da bu müqəddəs Ramazan ayında əksər dostlar oyaqdılar. Tək oyaq qalmaq kifayət eləmir. Bilirsiniz ki, oyaq qalmağın kənarında gərək insan ibadətdən məşğul ola. Zikirdən məşğul ola. Duadan məşğul ola. O dəfə də demişdim, Peyğəmbərimiz bu ayı 3 dənə 10 günlüyə bölmüşdü. Birinci 10 günlük rəhmət idi, ikinci 10 günlük məğfirət idi, üçüncü 10 günlük itqun minənnar, yəni oddan xilas. Yəni Allah səni elə bil bağışladı, buraxdı. Qədr gecələrində biz 100% ümiddənik. 100% ümiddənik. Əgər Qədr gecəsində belə bu cür yarı ümiddə olasan ki, nə bilim, məsələn, görək bağışlayar ya yox, deyir, yox, böyük günahdır. Belə mərhəmətli gecədə şübhə ilə məsələyə yanaşmaq çox böyük günahdır. İnsan şübhə ilə yanaşasan ki, görəsən, mən bu gecə bağışlanıldım mı? Deyir, yox, elə sən bu gecə bağışlanılıbsan. Çünki sən bu qapıya, Qədr gecəsində elə ümidlə gəlibsən. O ümidini ümidsizləşdirmə. O ümidini möhkəmləndir. Elə o ümidin özü böyük savabdır. Və ümidin özünün böyük mükafatı var. Ümidsizlik, xüsusilə də Allaha ümidsiz olması insanın Allaha olan mərifətini çox aşağılayır. Ona görə də səy eləyin, çalışın, Qədr gecələrində, əhya gecələrində həm Qurana, həm Əhl-i Beytə təvəssül eləyin və eyni zamanda da nədir? Ümidlə bu gecəni başladın və başa vurun. Qədr gecələrində deyirlər həm fəsildir, həm vəsildir. Vəsildən fəslin fərqi var.
Vəsil vüslətdəndir. Vüslət, yəni qovuşmaq. Fəsil ayrılıqdır, yəni uzaqlaşmaq. Deyir, Qədir gecəsi həm fəsildir, həm vəsildir. Vəsil Allaha qovuşmaqdır. Allahla əlaqəni möhkəmləndirməkdir. Allahla olmaqdır. Buna deyirlər vəsil. Məsələn, deyir, filan kəs vüslətə çatdı. Yəni, qovuşdu. Bir də var fəsil. Fəsil budur ki, şeytandan uzaqlaşmaq. Qədir gecəsi şeytandan uzaqlaşmaq və Allaha qovuşmaqdır. Qədir gecələrində nə qədər imkanımız var, o gecənin fürsətlərindən yararlanaq. Çünki bu gecə ildə bir dəfə olur və bir böyük fürsətdir. O fürsətdən əgər insan layiqli şəkildə istifadə eləsə, Allah Taala ona bəxş edəcəyi şeyi ona mükafatı verər. Ümid bu gecədə çox mühümdür. Ümid budur ki, Allaha insan hüsnü zənn eləyə. Hüsnü zənn nədir? Yaxşı cümanda ola. Görürsən, biz bəzən problemlərin qarşısında o qədər səbirsiz oluruq ki, müsibətlərin qarşısında o qədər səbirsiz oluruq ki, biz Allaha olan ümidimizi itiririk. Və yaxud bəzən unuduruq ki, bizim belə böyük Allahımız var. İnsan ümidsiz olur. O zaman ümidini möhkəm elə. Ümidsiz olma. Ümidsizlik Allaha qarşı bəndədə suizən yaradır. Yəni bədgümanlıq. Mən keçən Qədir gecəsində burada danışmışdım. İnşallah mövzumuz bu gecə davam eləyəcək. Ümidsizlik, yəs, pisdir. Bir bəndə, sən Allahı nə cür tanıyırsan? Allahın deyir, versə nemətdir, verməsə hikmətdir. Verdi demək, əta elədi, neməti verdi. Amma vermədisə, deməli, içində bir səbəb var. Ta məsələn, insan dirəşə, niyə mən belə oldum ilahi? Niyə elə oldum? Niyə məsələn, mən bu günə düşdüm? Niyə məsələn, mənim duam müstəcab olmadı? Niyə məsələn, insanlar belə oldu? Niyə bu belə oldu? Hey, niyə? Bu niyələr Allahda insanın xəbəri olmadan bir bəndənin Tanrısına qarşı etdiyi suizənnidir. Bədgüman. Deyir, Allahın xoşu gəlməz o bəndədən ki, ona qarşı bədgüman ola. Səbəb bilmirəm nədir, amma əsli iş sənin əlindədir. Əlbəttə, bunu danışırıq, deyirik, amma həqiqətən bunu əməldə icra eləmək, əməldə inanmaq çox çətindir. Çünki biz dözümsüz, səbirsiz varlığıq. Əməldə bunu çətindir insan. Praktiki olaraq həyatında bu məsələyi qəbullana. İnsan bir əzizini itirir və yaxud insan bir yaxşı işini itirir və yaxud insan bu həyatda hər cür problemlərlə üzləşir. Ya xəstələnir, ya nəmlənir. Orada, oğul oradadır ki, o zaman, o duruma düşdüyündə özünü test eləyəsən ki, sən Allaha nə qədər hüsnü zənnin, nə qədər suizənnin var. Nə qədər Allahın haqqında bədgümana düşübsən, nə qədər Allahın haqqında xoş gümandasın. Allahın əziz Peyğəmbəri Həzrəti Əyyub, Allah Quranda bilirsiniz, bəzi dastanları bizə ibrət olaraq danışır. Quran bilirsiniz, neçə hissədən ibarətdir ayələri. Bəzi ayələr deyilər, Quran qissələri.
Quran dastanları. Quran tarix kitabı deyil. Amma Quranda bəzi ayələr var ki, Allah Taala keçmiş ənbiyaların və keçmiş qövmlərin haqqında orada bir sıra sözlər danışır. Onlardan biri Həzrəti Yusifdir. Onlardan biri Həzrəti İbrahimdir. Onlardan biri Həzrəti Nuhdur. Onlardan biri Həzrəti Əyyubdur. Hər bir peyğəmbərdən bir sıra dastanlar nəql edir. Həzrəti Yusif haqqında xüsusi bir bəhs açır. Quranda bir surə bütövlüklə Həzrəti Yusifin haqqındadır. Həzrəti Yusifin başına gələn hadisələrdən danışır. Hətta orada bəzi detallara girir, xırdalıqlara gedir. Həzrəti İbrahimin haqqında danışır. Onların nə qədər əzmkar olduğuna işarə edir. Onların nə qədər Tanrıya, Allaha olan imanını nədir? Möminlərə nəql eləyir. Mənim bəndələrim var idi ki, onlar bu cür idilər. Olub, bu cür insanlar olub və vardı da. Amma bu cür insanların sayı bu dünyada azdır. Çünki niyə? O məqamı, rıza məqamını əldə eləmək, razılıq məqamını əldə eləməyə çox cihada ehtiyac var ki, insan o qədər nəfsinlə mübarizə apara, imanı qəlbində dada ki, rıza məqamına çatda. Rıza məqamı hasant məqam deyil, razılıq məqamı. İmam Hüseyin əleyhissalam Aşurada nə deyir? İlahi, rizən bi qəzaik, təslimən li əmrik. Razıyam sənin qəzalarına. Nə qəza haqqımda yazıbsan, razıyam. Təslimən li əmrik, sənin əmrlərinə təsliməm. Bax, 2 dənə kəlmədir. Amma bir dünya nəfslə mübarizənin nəticəsidir bu. Belə bu hazır halva deyil ki, İlahi, rizən bi qəzaik, təslimən li əmrik. Sənin razılığına razıyam. Yəni, əmrlərinə təslim. Zəhər versən, razıyam. Xəstəlik versən, razıyam. Xoş gün versən, razıyam. Bəd gün versən, razıyam. Yəni, mənim üçün fərq eləmir. Ya xoş gün olsun, ya bəd gün. Bütün hamısı səninkidir. Hamısı razıyam. Bu razılıq məqamı dildə rahatdır, əməldə çox çətindir. O zaman ki, insan imanı bir dərəcəyə çata ki, o razılıq məqamını əldə eləyə. Onu əldə eləyəndən sonra fərq eləmir. Başına hər nə iş gəlsə, o ona nə deyir? Ləbbeyc deyir. Bunu Allah bizə başa salır. Deyir ki, əgər hüsnü zənnidə olsanız, sizi çox sevərəm. Peyğəmbərimiz buyurur, deyir ki, Miraca qalxdım, getdim, Miracın gəzdim, dolandım. Orada bir qapı var idi. Cəhənnəm qapılarından biri idi. Cəhənnəm qapılarının birinin üzərində gördüm ki, belə bir yazı var. Yazıda qeyd olur ki, mən rəca Allah Taala sa'idə. Hər kəs ümidini Allaha bağladısa, sa'idə, xoşbəxt oldu. Cəhənnəm qapısının üzərinə yazılmışdı. Hər kəs ümidini Allaha bağladısa, sa'idə, səadətə çatdı. Və mən xafəllah Taala əminə. Hər kəs Allahdan qorxdusa, əminə. Əsli əminamanlıq ona şamil oldu. Vəl-halikul məğrur mən rəcaə qeyrəllah və xafə sivahu. Deyir ki, aldanıldı və məğrur oldu o kəs ki, mən rəcaə qeyrəllah, Allahdan başqasına ümid elədi
və Allahdan başqasından qorxdu. Hər ki Allahdan qeyrisinə ümid eləyən və Allahdan qeyrisindən qorxan o zəlil oldu, məhv oldu. Əgər insan ümidini Allaha bağlaya və Allahdan başqasından qorxmuya, Allah onun ru'b deyirlər, qorxu. Görürsən, bəzən insan sırf Allahdan qorxanda, sırf Allaha ümid eləyəndə, deyir Allah düşmənin, onun heybətini ru'b deyirlər, düşmənin qəlbinə salar, düşmən ondan qorxar. Allah kişilərinin belə sifəti var ki, onlar Allahdan başqasından qorxmazlar. Sırf qorxduqları Allahdır və onların da übuhətini, qorxusunu Allah düşmənin qəlbinə salar, onları əsdirər. Peyğəmbər bir nəfər idi, amma düşmən nətədir qorxurdu ondan. Düşmənin hər bir şeyi var idi, Peyğəmbər heç nə yox idi. Müşriklərin hər silahı var idi, qrupları var idi, qüvvələri var idi, amma Peyğəmbərin übuhəti onları nədir? Lərziyə gətirirdi. Bədirdə bir döyüş başladı ki, düşməni əstirdi. Az bir kütlə, böyük bir kütləni yerə vurdu. Bədirdə Allah istədi, qorxuyu görsədə. İnsanlar əgər imanları kamil olsa, Allahdan qeyrisindən qorxmasa, Allahdan qeyrisindən ümid eləməsə, ümid yeri Allah olsa, Allah onu əziz eləyər. Ümid haqqında bir mətləbi də deyirəm, söhbətimi tamamlayayım. Salavat yadın Muhammed və Muhammed. Nəql eləyirlər, deyir, cəhənnəm, qiyamət günü bir bəndəni, günahkar bəndəni apararlar, əmr verirlər buna. Deyərlər ki, bunu aparın cəhənnəmə. Bu artıq getməlidir cəhənnəmə. Deyir, onu sürüşlə apararlar. O sürüşləndikcə biraz geriyə baxar, bir ümiddən baxar ki, Allah məni bağışlayar. Görər xəbər olmadı, biraz cana gedər, yenə dolanar, arxasına baxar. Deyər, bəlkə məni Allah bağışlayar. Görər bir xəbər olmadı, bunu gənə apararlar, mələklər. Üçüncü dəfə bütün hisslərinlə dönər, arxaya baxar. Deyər ki, bəlkə Allah məni bağışladı. Deyir, üçüncü dəfə baxandan sonra Allah Taala onu cəhənnəmə sürükləyən mələklərə əmr eləyər, deyər, əl saxlayın. Bu bəndəmi cəhənnəmə aparmayın. Fərmanı dəyişdi. Bunu belə təfsir edirlər. Deyir, insan o qədər ümid vardı ki Allaha. Günahkar olsa belə o qədər ümidi var Allaha. Deyir, birinci mərhələdə ki, gedər, Allah Taala Kəhf surəsinin 58-ci ayəsində nə buyurur? Deyir ki, "Və rabbukal gafuru zurrahmə." Sənin Rəbbin mərhəmət sahibidir. Çoxlu mərhəmət sahibidir. Deyir, baxar, deyər, sənin Rəbbin çoxlu mərhəmət sahibidir. Ey mərhəmət sahibi, hardasan? Görər xəbər olmadı. Bunu gələ apararlar. İkinci hissə Zümər surəsinin 53-cü ayəsi. Və mən yəğfiruz zunubə illallah. Günahları Allahdan başqa kim bağışlayar? Yenə baxar ümiddən ki, ey mənim Allahım, günahları sənsən bağışlayan. Heç xəbər olmadı. Bunu yenə apararlar, deyir, üçüncü dəfə bütün hisslərinlə, bütün imanınla yenə çönər arxaya və deyər ki, Qul ya ibadiyəl-ləzinə, bu Quranın ayələri də bununla təfsir olunur. Qul ya ibadiyəl-ləzinə əsrəfu alə ənfusihim, la təqnatu min rəhmətillah. Allah Quranda nə buyurur? Deyir ki, de, Peyğəmbərə deyir, de, kimə de, bəndələrimə de, nə deyim? Ya ibadiyəl-ləzinə əsrəfu alə ənfusihim. Ey o bəndələrim ki, əsrəfu alə ənfusihim. Günahla ruhunuzu xarab eləyib, böyük israfa yol veribsiz. Yəni,
günah eləyibsiz və böyük günahlarla boynunuzu sındırıbsınız. La taqnatu min rahmetillah. Allahın rəhmətindən məyus olmayın. Yəni deyir bəndələrimə o bəndələrimə ki, günaha mürtəkib olublar və günahdan həddlərini aşıblar, Allahın rəhmətindən ümidsiz olmasınlar. Deyir, bu ayə bunun təmsildir. 3-cü dəfə baxar, deyər ki, bilirəm günahkaram, bilirəm boynumu aşıb, amma özüm buyurur, la taqnatu min rahmetillah. Allahın rəhmətindən ümidsiz olma. İlahi rəhmətindən ümidsiz deyilik. Zaten Qədir gecələrində sənin rəhmətinə möhtacıq. Zaten Qədir gecələrində sənin rəhmətindən diliyirik. Sənin rəhmət ümidinlə biz nədir? Bu gecədə inşallah günahkar əllərimizdən, günahkar dilimizdən mərhəmət qapını döyməyə gələcəyik. Allah hər kəsin duasını qəbul eləsin. Allah Teala ümid yerimiz daimən Allahdır. Allah ümid yerimizi özündən başqasına yönəltməsin. Allah Teala şeytanı bizə müsəllət eləməsin. Allah Teala bu ay boyunca bu günə qədər tutduğumuz oruçları, etdiyimiz duaları və iftarları ali dərəcədə qəbul eləsin inşallah. Bismillahirrahmanirrahim vel asr innel insane lefi khusr illellezine amenu ve amilus salihat ve tevasav bil haqqi ve tevasav bis sabr.